1000 dənə statuslar, bilmirəm nə, hamısından çox daha öndə olan bir təqdimat idi mənim üçün. Sizsiz biz, bizsiz də siz, biz Məncə də birbirimizlə qarşılıqlıdır hər şey. Əlbəttə ki. Xəyal qırıqlığına uğradan insanlar da olur, belə deyəcəm. Olur. Amma çox az oldu elə insanlar önümə çıxdı. Mən daha yolun çox başındayam. İnanın ki, hamısı Tanrının əlindədir, Allahın əlindədir. Amma mənim yanımda hər zaman xanımlar olubdu. Onların dəstəyinə mən iradə olmuşam. Bütün duyğularımı sevirəm. Yəni heç bir şey üçün dönüb arxaya heyfslənmirəm. Haqqını verərək yaşamaq istəyirəm. Tək qalmaqdırsa, özləməkdirsə, ondan sonra vətənindən, ailəsindən uzaqda qalmaqdırsa, bu seçimi mən eləmişəm. Getdikdən sonra da artıq balaca uşaq kimi ağlamanın heç bir mənası yoxdur. Nə sızıldadım, nə anamı yığdım. Balaca bir dənə də iradə vardı oturub ağlayan. Amma bunu heç kimə heç bir zaman bildirmədim. Çünki mən çox balaca vaxtlardan özüm öz ayaqlarımın üstündə durmağa başlamışam. Yaxşı ki, mən bu yollardan keçmişəm. Getməsəydim daha bir yaxşı insandan məhrum eləyərdim həyatımı, ömrümü. O da Ceyhundan. Gör necə gözəl bir insanla qarşılaşmışam. Ceyhun birisi də Qarabağlıdır da. Seyid Həmzə Nigarinin nəvəsi, nəticəsi, kötücəsindəndir. Yaş aldıqca insan torpağına, mətbəxinə, evinə, ailəsinə, vətəninə